Salam, kanalıma xoş gəldiniz. Bugün eklerin hazırlanmasını paylaşıram. Məndə ekler alınmır, bişən zaman sönür deyərlər. Bu video mən sizlər üçündür. Qazançaya 1 stəkan şəkər tozu, 2 stəkan süt, ve 4 dolu yemek kaşığı un əlavə edib qarışdırıram. Qaynayıb qatılaşana dək bişirirəm. Qaynadıktan sonra ocaqdan götürürəm. Tez soyması üçün başqa bir qaba əlavə edirəm. Üzərinin qabıq tutmaması üçün paket yerləşdirirəm. Xəmiri üçün tavaya 2 stəkan su, 80 qram kərə yağını əlavə edib qaynadıram. Qaynadıktan sonra üzərinə 2 stəkan un və yarım çay qaşığı duz əlavə edib qarışdırıram. Bu formada 8-10 dəqiqə qarışdırmağa davam edirəm. Tez soyması üçün başqa bir qaba əlavə edirəm. Soyduqdan sonra üzərinə 5 ədəd yumurtanı bir-bir yaxşıca qarışdıraraq əlavə edirəm. Xəmir hazırdır. Sıxma torbasına əlavə edib və yaxud daha asan olması üçün qaşıq yardımıyla xəmirdən hissələr qopardıb forma verirəm. Öncədən 180 dərəcəlik alt üst rejimli qızdırdığım sobada üzərləri qızarana dək bişirirəm. Kremi üçün 100 qram yağı ağarana dək çalıram. Soyutduğum kremi az-az əlavə edib mikserlə çalıram. Üzərinə bir paket şəkərli vanilin əlavə edib qarışdırıram. Pişmiş krem hazırdır. Eklerler pişti. Eklerin alt hissəsindən kiçik dəlik açaraq sıxma torbası ilə krem yerləşdirirəm.
Üzərinə zövqümə uyğun olaraq şəkər pudrası əlavə edirəm. Siz istərsəniz üzərinə şokolad da əridib gəzdirə bilərsiniz. Bu qədər. Videomu bəyəndinizsə kanalıma abunə olmağı, yaxınlarınızla paylaşmağı və yeni videolardan xəbərdar olmaq üçün zəng işarəsini də aktiv etməyi unutmayın. Növbəti videolarda görüşənədək izlədiyiniz üçün təşəkkürlər.